Koordinatlar metodu mövzusudur. Birinci qayda orta nöqtənin tapılması anlayışıdır. Tutaq ki, A nöqtəsi 3, 8, B nöqtəsi 4, 10 olarsa, deyir A və B nöqtələrinin orta nöqtəsinin koordinatlarını tapın. Orta nöqtənin koordinatlarını bir C nöqtəsi ilə işarə etsək, orta nöqtənin koordinatlarını tapmaq üçün x-ləri 1 toplayıb 2-yə bölmək lazımdır. 3 ilə 4-ü toplayaq. 7 2-yə böləndə 3,5 və 8 ilə 10 toplayanda 18, 2-yə böləndə 9. Düstur belədir. Əgər A nöqtəsi x1 və y1 olarsa, B nöqtəsi x2, y2 olarsa, onda AB orta nöqtəni tapmaq üçün x1 ilə x2-ni toplayıb 2-yə bölürük və y1 ilə y2-ni toplayıb 2-yə bölürük. Bu yeni bir nöqtə alınır. İkinci qayda iki nöqtə arasındakı məsafə düsturudur. Yəni A nöqtəsi x1 və y1 olarsa, B x2 və y2 olarsa, bu iki nöqtə arasındakı məsafəni hesablamaq üçün AB bərabərdir kök altda x2 çıxılsın x1-in kvadratı üstə gələk y2 çıxılsın y1-in kvadratı düsturudur. Buna misal olaraq göstərmək olar. Deməli, 2 nöqtə yazıram. A nöqtəsi olsun 2, 6. B nöqtəsi olsun, tutaq ki, 1, -3. İndi iki nöqtə arasındakı məsafə düsturunu tapanda, AB məsafəsini tapanda kök altda x2 çıxaq x1-in kvadratı, yəni 1 çıxaq 2-nin kvadratı üstə gələk -3 çıxılsın 6-nın kvadratı. O da bərabərdir kök altında 1-dən 2 çıxanda -1 kvadratı 1 edir. Üstə gələk -3 çıxılsın 6, -9 edir. Kvadratı 81 bərabərdir kök altda 82. Üçüncü qayda bir nöqtədən keçən düz xəttin tənliyidir. Bunun üçün bizə mütləq hər hansı bir nöqtəni verməlidir. Məsələn, A nöqtəsi 3, 5 nöqtəsini verməlidir və K verməlidir. Biz düz xətt sözü eşidən kimi ağlımıza gələn y bərabərdir kx plus b funksiyası olmalıdır. Çünki bu funksiyanın qrafiki düz xəttdir və A3, 5 nöqtəni K2 mütləq verməlidir. Yəni bizə bir nöqtədən keçən düz xəttin tənliyində nöqtəni bir də K-nı verməlidir. 5-i aparıb y-in yerinə yazırıq. 5 bərabərdir. X-in yerinə 3 yazırıq. Onda K-nın da yerinə 2 yazırıq. 3 vuraq 2 üstə gələk B. Buradan B-ni tapırıq. 5 bərabərdir 6 plus B-yə. B də bərabər -1 və qaytarıb funksiyanı bərpa edirik. Yəni bərpa etmək nə deməkdir? Tapdığımız B-ni və verilən K-nı yerinə yazmaq. X, Y toxunulmazdır. K və B-ni yerinə yazmaqla verilən funksiyanı bərpa edirik. Y bərabərdir. K-nın yerinə 2 yazırıq. 2, x, B-nin yerinə -1 yazırıq. Amma ola bilsin ki, cavablarda bu olmayacaq. Çünki cavablarda həmişə bu şəkildə olur. Düz xəttin tənliyi A, x, deməli, plus B, Y bərabərdir C şəklində olur. Yəni, x və y solda, ədəd sağda olur. Əgər aldığınız cavabda belə bir cavabı görməsəniz, onda x-i və y-i sola keçirib ədədi sağda saxlamaq lazımdır. Onsuz da y həmişə solda olacaq. Sadəcə 2x-i sola keçirmək lazımdır. Yəni, -2x plus y bərabər -1 şəklində olacaq cavab. Üçüncü qayda bu idi. Bir nöqtədən keçən düz xəttin tənliyi, dediyim kimi, nöqtədən keçən düz xəttin tənliyini yazmaq üçün sizə nöqtəni və K-nı verməlidir. Dördüncü qaydamız iki nöqtədən keçən düz xəttin tənliyidir.
2 nöqtədən keçən düz xəttin tənliyində bizə 2 nöqtə verməlidir. 2, məsələn 7. Bir də hər hansı B nöqtəsi verməlidir. -4, 8. 2 nöqtədən keçən düz xəttin tənliyini yazmaqda bizə K-nı verməyəcək. K-nı və B-ni biz tapacağıq. Bilirsiniz ki, yenə də düz xətt deyən kimi ağlımıza ilk gələn y bərabərdir. Burada kx plus b funksiyası olur. Y bərabərdir. Kx plus b funksiyası olur. Və k-nı b-ni tapmaq tələb olunur. Onda biz aparıb hər bir nöqtəni funksiyada yerinə yazırıq. Yəni y-in yerinə y-in qiymətlərini, x-in yerinə x-in qiymətlərini yazırıq. 7 bərabərdir 2k plus b. Burada isə ikinci nöqtəni yerinə yazsaq 8 bərabərdir -4k plus b. Verilmiş tənlikdə sistemini həll edək. Tənlikdə sistemi həll etməkdən ötürü tərəf-tərəfə çıxaq ki, b-lər getsin. 7-dən 8 çıxanda -1 bərabərdir. 2k-dan çıxsın -4k. 2k-dan -4k-nı çıxanda eləyir 6k və b-dən b-ni çıxanda 0. Buradan da k bərabərdir -1/6. Yəni -6-da 1. K-nı tapmaq, cavab tapmaq deyil. Bilirsiniz ki, bizə b də lazımdır. Ona görə də aparıb k-nın yerinə qiymətini yazmaq lazımdır. Mən təsadüf nöqtələr qeyd etdiyim üçün burada kəsrlər yaranır. İmtahanda çox faizli uyğun olaraq burada dəqiq, yəni tam ədədlər alınır. K-nın yerinə -6-da 1 yazmaq olar. Hansı, yəni sistemin hansında istəsəz, hansı tənliyində istəsəniz yaza bilərsiniz. Məsələn, mən birincidə yazıram. 7 bərabərdir 2 vuraq. K-nın yerinə -6-da 1 yazıram. Plus b. Buradan 7 bərabərdir. 2 ilə 6 ixtisar gedir. 3 qalır. -3-də 1 plus b. Və buradan da b bərabərdir. -3-də 1-i sola atanda eləyir 7/3-də 1. Və bərpa edirəm. Y bərabərdir. K-nı tapdım. -6-da 1. -6-da 1. Plus b-nin də yerinə 7/3-də 1 yazıram. X-i yaddan çıxarmayaq. Deməli, kx plus b. Davam edirik növbəti 5-ci qaydamızla. 5-ci qayda çevrənin tənliyinin yazılmasıdır. Qeyd edim ki, bu 4-cü qaydada da yenə də bu gördüyünüz y bərabərli -6-da 1x plus 7/3-də 1 ola bilsin ki, cavabda belə cavab olmayacaq. Onda siz x-i buradan sola keçirməklə orada olan variantı qaralaya bilərsiniz. Yəni, düz xəttin tənliyində ax, baxın bu şəkildə olur. Ax plus by bərabərdir c şəklində olur. Yəni, x və y solda, ədəd sağda olur. Siz də buradan da -6-da 1x-i sola keçirməklə orada olan variantlardan birini ala bilərsiniz. 5-ci qayda deməli çevrənin tənliyidir. Çevrənin ümumi tənliyi x minus a-nın kvadratı üstə gələk y minus b-nin kvadratı bərabərdir r kvadratıdır. Burada a və b çevrənin mərkəzi adlanır. Çevrənin mərkəzi nöqtəsi adlanır. R isə bizim bildiyimiz radiusdur. Radius. Və bir asan misal yazıram. X çıxsın 3-ün kvadratı üstə gələk. Y çıxsın 2-nin kvadratı bərabərdir 17. Burada çevrənin mərkəzi 3 və 2-dir. Yəni, bunların əksləri götürülür. Burada olan, baxın, nöqtələrin əksləri götürülür. Və radius isə r kvadratı bərabər 17 olduğundan r bərabər kök altda 17 olur. Bu, bizə verilən asan sualdır. Yəni, hazır şəkildədir. Amma indiki testlərdə çox vaxt bu qapalı şəkildə olmur, açıq şəkildə olur. Biz bunu yığaraq bu şəklə gətiririk. Bəs necə yığırıq? Bir nümunə kimi göstərim. Deməli, x kvadratı plus 2y minus 16 çıxsın. Üstə gələk y kvadratı minus 6y
Bura x yazaq, y artıq yazmışıq. Ona görə y kvadratı minus olsun 6x minus 11 bərabərdir 0. Gəlin bunları yığaq. Yığmaq üçün x-lər olan hissəyə baxırıq. Burada bunlar vardır. X kvadratı ilə -6x. Bunları qruplaşdıraq. 2x çıxılsın. Və müxtəsər yaratmaq üçün bu x olanın qarşısında duranın yarısını götürmək lazımdır. 3-ün kvadratı. Ki, müxtəsərdə birinci, ikinci hansının 2 misli bu -6x-i versin. Və həmin an yazdığımız an artığını çıxırıq. İndi biz bunu açsaq x kvadratı minus 6x. Burada plus 9 olacaq. Biz də bu ikisini götürmüşük deyə müsbət 9 artıqdır. Biz çıxaq 9 yazırıq. Davam edirik növbəti hissəyə. Bu hissəyə baxırsınız. Burada y kvadratına 2y var. Ona görə üstə gələk. Bunun yarısını götürdüyümüzə görə y plus 1'in kvadratı yazırıq. Burada y plus 1'in kvadratını aslında y kvadratı plus həqiqətən də 2y qalınır. Amma üstə gələk burada 1 var. Biz əlavə olaraq 1'i çıxırıq. Və minus qaldı burada 2 ədəd. Göründüyü kimi 1 -16, bir də -11. Çıxaq 16, çıxılsın 11 bərabərdir 0 qeyd edirik. Və x minus 3'ün kvadratı ədədləri sağlatacaq. Üstə gələk y plus 1'in kvadratı bərabərdir. -9, bu da -1 oldu -10. -16 olur -26, bu da -11, -37. Sağa keçəndə də müsbət 37. Təkrar hesablayıram. -9, -1, -10 eləyir, -16 eləyir, -26, -11, -37. Sağa keçəndə müsbət 37. Və burada mərkəz, yəni A-mız bunun əksi 3, B-miz isə -1'dir. Və radiusumuz isə bərabər kök altda 37'dir. Burada digər sualda verə bilər. Deyə bilər ki, məsələn, çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu isə c bərabərdir 2 pi r düsturudur. R'in yerinə kök altda 37'ni yazmaqla c bərabərdir 2 kök altda 37 pi yaza bilərsiniz. Növbəti qayda 6-cı qaydamız. 6-cı qayda deməli qrafik veriləndə düz xəttin tənliyini qurmaqdır. Misal üçün bizə hər hansı bir qrafik verilib və bir dənə də hər hansı düz xət verilib. Bura 6 yazaq, misal üçün bura -2 yazaq və deyir ki, qrafiklə verilmiş düz xəttin tənliyini yazın. Yenə də düz xət görən kimi y bərabərdir kx plus b funksiyasını yada salırıq. Bu gördüyünüz həmin bu 6 y oxun kəsdiyi nöqtədir. Bizim b-imizdir. Yadımızda qalsın. Təkrar edirəm. Y oxun hansı nöqtədə kəsilsə o bizim b-imizdir. Yəni b 6'ya bərabərdir. X oxun hansı nöqtədə kəsilsə o bizim kökümüzdür. Yəni x bərabər -2 bizim kökümüzdür. Və biz bir funksiyadan nümunə öyrənmişdik ki, harda kökü varsa, yəni x oxun hansı nöqtədə kəsirsə, x aparıb yerinə qoyub y-in yerinə 0 yazmaq lazımdır. Çünki belə bir qanun var. X oxun kəsdiyi nöqtənin y-i 0'a bərabərdir. Biz də x-in yerinə -2 yazaraq y-in yerinə 0 yazmalıyıq. Yəni çalışırıq ki, buradan k-nı tapaq. B onsuz da varımızdır, x varımızdır. Y-imiz 0'a bərabərdir. Nəyə görə 0? Təkrar edirəm. -2 kökümüzdür. X oxun hansı nöqtədə kəsilsə kökdür və kök o deməkdir ki, y-in yerinə 0 yazmaq lazımdır. Yəni x-ə -2 qoyanda qrafikdən də göründüyü kimi x -2 olanda y-imiz 0'dır. Gətirib yerinə yazaq. Y-in yerinə 0 yazıram, bərabərdir. X-in yerinə -2 yazıram, olur -2k. B-nin də yerinə müsbət 6 yazıram. Buradan 2k bərabərdir müsbət 6'ya, k bərabərdir müsbət 3. Və indi mən düz xəttin tənliyini yazacağım. Y bərabərdir. Düz xəttin tənliyində y bərabərdir. K2, k-nı 3 tapdım. X yazılmır. Bilirsiniz ki, düz xəttin tənliyində x və y toxunulmazdır. Ondan başqa olan k və b tapılıb yerinə yazılmalıdır. B-nin qiyməti də göz qabağındadır. Müsbət 6 və cavab hazır. Biz qrafikə görə düz xəttin tənliyini qurduq.
Digər buna uyğun bir dənə də nümunə yaza bilərəm. Misal üçün buna uyğun bir nümunə yazın. Tutaq ki, yenə də bir qrafik qururam. Hər hansı qrafikdir, fərqi yoxdur. Düz xəttin qrafikidir. Yəni xətti funksiyanın qrafikidir bu. Adı düz xətdir. Y bərabərdir kx plus b-ni yazıram buradan. Tutaq ki, burada kəsib 8 nöqtəsində və burada da -24-dür. Bilsin ki, y-in aşağı tərəfi olduğu üçün, sıfırdan aşağı hissəsi olduğu üçün mənfidir. Bu da x oxudur. Yenə də bu deməkdir ki, bizim b-miz -24-ə bərabərdir. B bərabər -24. Kökümüz isə müsbət 8-ə bərabərdir. Yəni x bərabərdir müsbət 8. Y-imiz isə 0-a bərabərdir. Qanundur. Kökü ifadədə yerinə qoysansa, y-in yerinə 0 yazmalısan. Yəni kök x oxun kəsdiyi nöqtədir. X oxun kəsilsə, y mütləq 0-a bərabərdir. Onda 0 bərabərdir. X-in yerinə 8 yazıram. 8k plus b. B də -24-dür. Yerinə yazıram. Buradan -8k bərabərdir -24-ə və k bərabərdir müsbət 3-ə. Onda y bərabərdir. K-nın yerinə yazanda 3x. B-miz də -24 olduğundan cavab hazır. Biz xətti funksiyanı bərpa etdik və düz xəttin tənliyini yazdıq. Bu bizim 6-cı bölməmiz. Qrafikə görə düz xəttin tənliyini yazılma qaydası idi. İndi növbəti 7-ci qaydanı izah edirəm. 7-ci qayda bizim düz xətlərin qarşılıqlı vəziyyətini təyin etməyimizlə bağlıdır. Düz xətt 2 dənə, tutaq ki, bizə düz xəttin tənliyi verib, y bərabərdir k1x plus b1 və y1 deyə, y2 bərabərdir k2x plus b2. Yəni ayrı-ayrı 2 dənə bizə düz xəttin tənliyi verilib və bu funksiyalar verilib. Bunların qarşılıqlı vəziyyətini biz qeyd edək. 4 qarşılıqlı vəziyyəti var. Birinci qayda. Əgər k1 k2-yə bərabər olarsa, onda düz xətlər bir-birinə paralel olur. Əgər ikinci qayda k1 fərqlidir k2 şərti ödənilərsə, onda düz xətlər bir-birindən kəsişir. Üçüncü qayda. Əgər k1 k2-yə bərabər olarsa, b1 b2-yə bərabər olarsa, onda düz xətlər üstə düşür. Üstə düşür. Və nəhayət bir dördüncü qaydamız, əgər k1 vurulsun k2 şərti -1-i ödəyirsə, onda düz xətlər bir-birinə 90 dərəcə yaradır. Yəni perpendikulyardır. Uşaqların ən çox səhv elədiyi hissə bu hissələrdir. Məsələn, bir misal yazıram. 2x üstə gəlsin 3y bərabərdir 5. Sual verilir ki, burada bucaq əmsalını tapın. Bucaq əmsalı k deməkdir. Amma bucaq əmsalı gərək o zaman tapıla ki, o y bərabər şəklində olsun. Əgər y bərabər şəklində deyilsə, yəni funksiya deyilsə, orada bucaq əmsalı deyilən anlayış yoxdur. Yəni bucaq əmsalı anlayışı funksiya mövzusuna aiddir və x-in qarşısında durandır. Amma nə zaman x-in qarşısında duran? Y bərabər şəklində olan. İndi çox uşaqların səhv elədiyi isə burada x-in qarşısında 2 olduğu üçün k-nı 2 götürürlər və cavab səhv gəlir. Çünki bu funksiya deyil. Biz buradan k-nı tapmaq üçün y-i tapmalıyıq. 3y bərabərdir -2x plus 5. Buradan y bərabərdir. Hər ikisini 3-ə bölməliyik. -2 bölək 3x plus 5 bölək 3. Və bu bizim k-mızdır. İndi y bərabər şəklində olduğu üçün bizim k-mız -3-də 2-dir. Başqa bir nümunədə yazmaq olar k-lara aid. Deməli, tutaq ki, hər hansı 2 dənə tənlik verib, yəni xətti funksiya verib və olan haqqında müəyyən suallar verir. Misal üçün, sualların birini qeyd edirəm. Tutaq ki, bizə hər hansı xətti funksiya verib, y bərabərdir. Y olmasın, biraz qəliz sual olsun. 3x
plus y bərabərdir -4-ə. Digər bir sual verib. Ax çıxılsın 2y bərabərdir 8. Deyək ki, əgər bu düz xətləri bir-birinə perpendikulyar olarsa, A-nın qiymətini tapın. Burada digər sual da ola bilər, paralel də deyə bilər və s. kəsişir də deyə bilər. İndi biz ümumiyyətlə bu suallara, bu gördüyünüz suallara cavab vermək üçün mütləq bunların hər ikisindən y-i tapmalıyıq. Buradan y ilə şifahi şəkildə tapılır. 3x sağa çıxır, -3x -4. Buradan həll edib tapmaq lazımdır. -2y bərabərdir -ax plus 8-ə və y-i tapanda -2-yə bölürük. -2-yə böləndə, -ax-i -2-yə böləndə mənfilər gedir, qalır a böl 2x. 8-i -2-yə böləndə -4. Buradan qeyd edirəm, y bərabərdir a böl 2x -4. Və bundan sonra hansı sualı verilsin, artıq biz rahatlıqla həll edə bilərik. Çünki hər ikisi funksiyadır və funksiya olduğu üçün bu bizim k-mız, bir də budur k-mız. Əgər paraleldirsə, onda bildik ki, funksiya halında olan deməli, xətti funksiyaların paraleli əlamətində k-lar bir-birinə bərabər olmalıdır. Yəni, a bölünsün 2-ni -3-ə bərabər edirik. Buradan da a bərabərdir -6-andır. Digər tərəfdən bu paralellik əlamətidir. Digər tərəfdən perpendikulyarlıq şərti də deyə bilər. Onda biz -3-ü vuracaq a bölə 2-yə bərabər -1 yazacaq. Çünki paralellik halında, baxın, bu bizim 4-cü halımız k1 vur k2 -1 şərti ödənməlidir. Biz də k-ların hansını -1-ə bərabər etdik. Buradan həll etsək, -3a böl 2 bərabərdir -1-ə. -3a bərabərdir. Tənasüb kimi vursaq, 2-ni -1-ə böləndə -2, a da bərabərdir. -2 böl -3, mənfilər gedir. Cavab 3-də 2. Deməli, istənilən suallar rahatlıqla cavab verə bilərik. Yekun olaraq qeyd edək ki, koordinatlar metodu 7 bölmədən ibarətdir. Əsasən onun birinci bölməsi çox asan da olduğu üçün 6 bölmə kimi qeyd olunur. Birinci bölmə bayaq qeyd etdik. Birinci bölmədə orta nöqtənin tapılmasıdır. Çox sadə bir sualdır. X-ləri toplayıb 2-yə bölürsən və y-ləri toplayıb 2-yə bölürsən. İkinci bölmə 2 nöqtə arasındakı məsafənin tapılmasıdır. A, B bərabərdir kök altda x2 minus x1-in kvadratı üstə gələk. y2 minus y1-in kvadratı düsturu ilə tapılır. Üçüncü mövzumuz bir nöqtədən keçən düz xəttin tənliyidir. -3, 8, tutaq ki, k da bərabərdir 4. Mütləq sizə bir nöqtədən keçən düz xəttin tənliyində nöqtəni və k-nı verməlidir. Düz xət sözü eşitəndə y bərabərdir kx plus b-də aparıb yerinə yazırsınız. Y-in yerinə 8, x-in yerinə -3, k-nın yerinə 4 yazaraq b-ni tapırsınız və b-ni tapdıqdan sonra k-nı və b-ni gətirib yerinə yazaraq bərpa edirsiniz. Amma düz xət dediyinə görə dediyim kimi çox vaxt suallarda x-i sol tərəfdə görəcəksiniz. Tapdığınız x-i sola atarsınız. Dördüncü qayda 2 nöqtədən keçən düz xəttin tənliyidir. Tutaq ki, 2 dənə nöqtə verib, mütləq 2 nöqtəni verməlidir. Burada artıq k-nı və b-ni verməyəcəksiniz. Yenə də düz xət dediyinə görə y bərabər kx plus b-də aparıb y-in yerinə -6, x-in yerinə 4 və yenidən y-in yerinə -8, x-in yerinə 2 yazmaqla tənliklər sistemini həll edirsiniz. Və buradan k-nı və b-ni tapıb gətirib yerinə yazıb bərpa edirsiniz. 5-ci qayda çevrənin tənliyidir. X minus a-nın kvadratı üstə gəlsin. Y minus b-nin kvadratı bərabərdir f kvadratı düsturudur. AB çevrənin mərkəzi r isə radiusdur. Çox vaxt açıq şəkildə verilir. Siz yığırsınız və suallara cavab verirsiniz. 6-cı düstur veriləndə düsturu təyin etmədi. Yəni qrafik verilib, düsturu təyin etmədi. Burada da asandır. Elə bir çətinliyi yoxdur. Y-oxun kəsdiyi nöqtə bizim b-imizdir. X-oxun kəsdiyi nöqtə bizim kökümüzdür. Yəni x-in yerinə yazırıq. Y-in yerinə b-ni yazırıq. Daha doğrusu burada y bərabərdir kx plus b-də y-oxun kəsdiyi nöqtə nədirsə, ora b-nin qiymətini yazırıq. X-in yerinə baxın, burada olan nöqtəni yazırıq. Yəni
X onun kəsri nöqtəni yazırıq. Y-in yerinə 0 yazaraq K-nı tapırıq. K-nı tapmaq, sağa tapmaq deyil. Gətirib K-nı və B-ni funksiyada yerinə yazaraq bərpa edirsiniz. 7-ci qaydamız isə düz xətlərin qarşılıqlı vəziyyətidir. Dediyimiz kimi 4 qarşılıqlı vəziyyəti var. Əgər K1 K2-yə bərabər olarsa paraleldir. K1 K2-dən fərqli olarsa kəsişir. K1 K2-yə və B1 B2-yə bərabər olarsa üst-üstə düşür. K1 vurulsun K2 mənfi bir şərtini ödəyirsə perpendikulyardır. Amma yenə də qeyd edirəm, gərək funksiya olar ki, orada K-nı göstərə bilərsiniz. K buzaq əmsalı adlanır, funksiya mövzusuna aiddir. Y bərabər şəklində yazmadan K-nı tapmaq qadağandır. Hər x-in qarşısında duran K deyil, yalnız Y bərabərdir. Funksiya şəklində olarsa, orada x-in qarşısında duran K-dır. K-nı tapandan sonra artıq bu suallara rahatlıqla cavab verə bilərsiniz.